Biz uşaq olanda, yəqin mənim yaşıdlarım da xatırlayır, məndən yaşlılar da, məndən biraz da belə cavan olanlar da xatırlayır ki, bir TV var idi, Azərbaycan Dövlət Televiziyası. Yeni ildə, ay səhərə qədər oturub gözləyirdik. Ən çox kimi gözləyirdik intizarla Zeynəb Xanlarova. Konsertə yekun o vururdu. 2, 3, 4. Çox belə qeyri-adi ifaları oynayırdı, oxuyurdu. İndi yenə də bu ənənə davam edirdi. Azərbaycan Dövlət Televiziyası yenə də yeni il 2025-ci il yola salır. Artıq Zeynəb Xanlarovanı da dəvət ediblər ki, o da gəlsin, oxusun. Bəlkə də sonda, yəni o konserti bağlamaq üçün yəqin ki, Zeynəb Xanlarova mahnılarından istifadə edəcəklər. Zeynəb Xanlarova nöqtə qoyacaq sona ki, artıq 2026-cı il qədəm qoydu Azərbaycana. Bu söhbət yaradıb ki, çoxları deyib ki, nəyə lazımdır? Zeynəb kimə lazımdır? Zeynəb niyə oxumalıdır? Mən də oxudum bəzi yorumları. Yəni çoxları qəbul etmir ki, Zeynəbin ifası kimə lazımdır? Kim onu dinləyəcək? Köhnəli kimi bunu qəbul edirlər. Amma Qulu Məhərrəmli deyib ki, yox, Zeynəb Xanlarovanı kimsə bəyənə də bilər və yaxud da əksinə də olar, bəyənməyə də bilər. Amma nəzərə almaq lazımdır ki, o musiqimizin ən parlaq rəmzlərindən biridir. Digər tərəfdən onun televiziya çıxışları və konsertləri həmişə alqışlarla qarşılanıb. İnsanlar və peşəkarlar onu sənətdə yenilikçi kimi tanıyırlar. Qulu Məhərrəmli deyib Zeynəb Xanlarova bağlı. Kim nə deyir desin, Azərbaycan Dövlət Televiziyası məhz Zeynəb Xanlarovanı dəvət edib bayram konsertinə, yəni 2026-cı ili Zeynəb Xanlarovanla bir yerdə qarşılayacaqlar.